Bak yuxum gəlsə yola verib yatacağım ha. Mən orada qışqırmayın ki, ne olur, istərseniz yol gözümə aparır. Gördüm dəqiqə başı yuxum gəlir, verib qırağa yatıq biraz, yox gözümün acından soğuduq gider. Ne olsun ki, geç çataq bərdiyə. Uşaq əmizdirəcəyik, çağımız ağlamır ha. İşimizin gücümüzün adına da. Səndən də Məhdi, məndən də. Gör nə deyir. Qardaş, mənim yuxum gəldi, verib yatacağım. Evde yat, yolda da verirler. Oğlum, yol gözümə aparır. Sən nə verirsən, uzanıb yatasın. Ben korkuram. Maşın sürmüsən, bir şey eləmirsən. Bir maşın söyleyeyim ben korkuram yatmak. Hepten qəzzəliyə koy öləndə göz açıq ölüm. Sən oturasın qabaqda, mən oturaram arxada. Qabağa nəsə olanı zərbə qabağa olur. Arxaya görə çox zərbə olmuş. Hə, Mən nə istəyirəm ki, 50 ilə 40 mən olsun. Olsun. Bəlkə bir kamazın altına girdiniz. Bölüşümüzde tatlı tırağım. Bir tatlı tırağımızda. Nə? Bəlkə qıraqdan bir kamaza deydi. Buradan gidende bu geriye beter. Nesir vermek lazımdı. Nesir vermek yapan o impi sokağı. Deyirəm. Nesir vermek eve gidelim. Yoksa yolda sırtır olar. Mən arxada oturacağım. Uşaqlar, mən maşınımın yağı vaxtı tamamdır. Mən yağını dəyişmək istəyirəm, karıfkanın yağını dəyişmək istəyirəm. Yağ dəyişənlər məndən əlaqə saxlasın da. Aliyeva, necəsən ürəyim? Xoş gəlmisən. Bəlkə dayan. Kia Optima'dır, K5'dir məndə, K5. 2015'dir. Deyirəm, Məhdi, inanırsan. Ondan biraz dərk olmalı. Bakı, boşqaq gətir. Bakı bilir ki, mən gedirəm deyirəm, inanırsan ağlayır. Küləksə tufanına görə qopar. Yetmə. Yumurtam düşdü. Allah şükürlər, itən roza sili bu yesin. Bəyətən ağzına ayırmaq, bax, mənim yumurtamı yedim sana. İtin Allah'a var, ilk gözdən. Sanki sabahsız cahil bir insan. Ondan biraz bırak teyit. Nəyəsən qırqda, bacı. Bacı nə demək? Mujik əbi. Bacı dedim ki, sağ. Çağırtından aslında. Yox, bacı demədim. Ben ne dedim? Bacı demədi. Biz kişi, harda bacı deyil. Babaş, mən ona bacı dedim, işin. Yox. Mənim qaşıma hara aparırsan? Anlatayım mı? Hələ bir üstsüz maliyonumu götürsən, hələ bir üstsüz də qaşını da aparırsan. Mənim çörəyim. Fərqli səndir. Allah, sağ qurban olum, Allah. Bunların yanında. Yaşlı sizin evinizdə qardaş bacınız olmayıblar. Allah and olsun. Sizin əlinizdən qırılıb batardı. Quranın and olsun, bunların əllərində yemək yemək olmuş. Çörək çox yeyirəm. Sən verdiyin çörəyi də götür, kəsdi, qoydu qabağına. O da süre yok da herhalde. Nə bileyim, Allah.
Mənim qari arabı məni tez çatdır Bərdiyə. Qurban olum məni tez çatdır Bərdiyə. Mənim şeymanı konfetim. Ne konfetin? Deyə ağ koydum ya belə şey, çanaşmıyor. Konfetlerin gelecek açılışta. Güneşin çanında simitan yeyim üstündən. Şorla. Çox kökəlmələm ki. Yox, tükənməsə nə canım var ki? Yeyim aiz dəyicilər. Eğer tutar. Ha? Eğer tuturursan, ye küre yasır, küre yaparlar sana. Deyirəm, Məxduna, Moydadalar gəldi, Kamazlar küləyə Birazdan xəbəriniz olmadı, məni küləyə Yox yazdılar, deyir yazdan gəlsin özünə. Yox, hə, yaxşı yeməyəcəm. Allah qurban. Olsa doydum. Zaq öyrədim. Bu çay kim dəmləyib? Tiyxı rəhdir. Az tutar rengi. Sən tök dəmlirsən də sirətinə qara yara çıxsın. Bu boyda nə tökərlər az? Nə? Qap, ha? Az nerede? Saçım üzümde. Axşama görək hansı restorana gedirik yeməyə, qarnımızı doyurmağa. Axşam ajacıyıq burada. Axşamları gedirik yenə xəngələşinə. Çünki yağ yox, çolpa yox. Nömrə 1 xan girişinə getməkdə, hara getmək? Axşam xəngələşində yenə. Nömrə 1, nömrə 2 var ki. Nömrə 1 xan... Xəngələşin sən canı 2 günümüz qalıb. 2 gündə döz. İçərdə 2 gündə döz qardaşım. Bu gün də yeyəcəyik, sabah da yeyəcəyik. Büsün yox da zaten. Büsün yox. 2 gündə gəlib yeyəcəyik, bəs salam. Bərdədə. Evimi düşün. Bərdə düşün etdilər. Yazı bankrot ol belə. Böyle. Darıxmışam, ev darıxmışam. Mən bilməzdim belə Bakıya gələndə belə pis duruma düşərəm. Bakı mənə düşmədi. Hər şey dadında buraxmalısan. Hər şeyi həqiqi dadında buraxmalısan. Bir ayla çox qaldı. Çıxardanda, bax belə. Mən yenə Bərdədə evini PK azad edirdim, azdan çoxdan qazanırdım. Burada PK eləmirəm, bir şey eləmirəm, Allahın olsun. Cəlmələrin üstə 11 dənə balım var, 11 bal nə deməkdir? 10 balda gəlsə pravam gedir. Mərdim, mən yaxşı qədər Bakı bir ayağına doğru bölmüşəm. Bir belə göy, dıngılı, barmağım yoğunluqda 30 qəpik. Getdin, ayın 31 qoyulur da dişim. Vay. Ya çok güzel. Bərdədə 10 gün bəs, hə, bir. 3 dəstə göyə, 4 kilo qatın dövasını pişirirsən. Duyğamı pişirirdim. Burada çox bahatçılıqdır. Axşam pırlovkalar, parkinglər, belə 3 manat, 1 saatdan əlavə qalırsan, toxçarı sevimizə gedirsən ya salona, ya indi parking eləyirsən də, onu ürgənmişəm, yazırsan nömrəni, göndərsən 11-81-ə. Gecədə gedirsən toxçı Ağşəhərin yanında saxırsan, gecədə dilənçilər, o gəlirləri, nə bilim, müayinlərin şeyləri, yolların qıralında, onlar nəyə baxır ki? 1 manat ver gəlirlər, 1 manat ver, 1 manat ver. Heç maşından da baxmır, sürü maşın. Axşamda onlar. Bərdədə 20 qəpik versin, 1000 dəfə sağ ol. Burada 1 manat versin. Burada 1 manat istəyir. 20 qəpik versin deyir, bu nədir? Əslində o yolun qırağında durub onun pul istəməyə haqları yoxdur. Ağşəhərdə hamısı 5 neçədə ağızlarından da araq yiyər. Qazana paferlər arağa. Qəbal var. Axşamda olur. Gözəldir. Yürürlər, gəlirlər üstə, ma pul ver, ma pul ver, ma pul ver. Düz Ağşəhərdir. Girəcəm içəri, orada deyəcək, bura gəl, rəqqəbim var. Maşının içindəyəm, mən. Düşməmiş, pul ver, nəyə səbəbə? Niyə verməliyəm? Axşam gözləyirəm, ananı, atanı götür, gəl. Yoxsa mən səni taksiyə qoyuram. Kulü kartını verəm səndən, düz buramın ora. Mən dilənçi deyiləm, ağzından çıxan qulağını duysun. Dilənçi. Dilənçi onun pis şeydir ki, bəyəm. Ondan gözəl sənət var. Yaxınlaşırsan Allahın yolunda mənə 1 manat verir, o da çıxardır verir. Burada nə var ki? Pis bir hərəkət eləmirsən ki. Çünki Valla, pis bir hərəkət eləmirsən, oğurluq eləmirsən, kimsəni cibinə Hoşuna verir de köz. Gelirsə dilindən istəyirsən, o da saat dilindən çıxar. Biri var ki, fırladıb kimsəni alladıb pulunu alasan, fırladasan, belə alladasan, söyüşsəyəsən, and içəsən, alladıb pulunu alasan. Bir də var, açıq-açıq gedirsən ki, sən Allahın yolunda mənə 1 manat ver.
Siz dilənçiləri niyə bu qədər aşağılayırsınız ki? O bəzi maşinliklərdən pis deyil ki. Ay, sağ ol. Yaxınlaşır adamdan bir pulunu istəyir, sağ açılışqa deyir ki, mənə bir manat ver, gedim çörək alım. Amma səni alladıb almır ki səndən. Bizim də çıxan, sən gedib istəyə bilərsən kimdənsə. Niyə istəmirəm ki, ehtiyacım olsa gedib istəyərəm. Niyə istəmirəm ki, gedib kimsəni allatmaram, kimsənin cibinə girmərəm. Onu istəyəcəm. Mənim ehtiyacım var, bir manatım alım. Deyirsə, çıxıb dilənə kim istəsin şəhərdə? Yox, şəhərdə yox. Gör sən dilənmirsən. Yox, TikTokda dilənirəm. Atada mən istəyəcəm. Fərqi nədir ki? Elə diləndim. Uşaqlar. Cəlmələr, biri yazır ki, qaraçılar. Nə olacaq? Bir də ki, baboş, sabirsizdir. Biri sənə belə bir mədəni dilənçisən də canım. Yeni elə bir nəsə yazdılarsa. Ay, Məftun. Qanağa, Bəsdir də ta. babuş yorğanını dartıb aparıb üstümdən. Canım, Mən səhər özür pəncərə dilərim altı suyu qalıb. Emin halal uşaqdır. Bəli, düz nədə onu danışmaq lazımdır, ay uşaqlar. Mən gəlim sənin qapını döyüm. Səni bu pul ehtiyacı mən səni alladım, fırladım. Heç nə, rırı. Eləyib sən Restoranda gedir yeri, yazıq Xəngələşin bankrot eləmişik yeməkdən. Hə, elə bir ki onun Gedəndə də dünyaları, dayan, gedəndə də dünyaları tapşırırıq. sən tapşırırsan canım, mən yox. Mən bir boşluq yeməyi yeyib dururam evə. Allah şükür mənə sizi qarnınızı doydura bilmir yazıq. Sizə yemək çatıra bilmir. Mən yarım porsu nədir, ərişdə yeyirəm. Hər kebabı da yeyirsən, supu da içirsən, çörəksiz yeyirsən, deyir çox Gözündə yeyirsən. çıxar, mən onu da Hibbat qoyuram. çox sağ ol ürəyim. Mən vallah məni görənlər bilir mənim Razmerimi. Mənim Ədəm Razmeri də görsəniz. Mozon da razı verirsən ki kimi. Xeyr, onun Respublika bir üçün nətər yeyir. Yox, mən çox az. Sənlə nətər yeyir. O restoranın kamera görüntülərini çıxartıram. Çıxartdıqda mən çörək çox yeyirəm. Niyə yemək də yeyirsən? Niyə yemirsən ki? Zaman sən yeməyinə bələd deyilmi yoxsa? Görünən kənd bələd istəyər. Tip bacısız o. Nə yazıb bu maya? Burada çox sağ. Eldənizdən acığım gəlir, Eldəniz səndən ötər ölür. Eldəniz bax gecə-gündüz yatmır. Bax belə yerlərə uzanıbdır ki, sənin məndən xoşun gəlsin. Valla, bunların yaxşı ki, evdə qardaşları, bacıları yoxdur. Mən bunların içində qaldım, bu görməmişlərim, öldüm, partladım, yandım. Qabağımı, loqmamı götürürlər. Emin onsuz sözümüzün deyəni həyəsiz deyil, burada nə var? Hara baş, bu stanı kokara niyə qoyursan? Bizi gedib Beşkek listanı qoyarıq. Burada çox sağ qardaşım. Bəli. Bak, özü deyəsən baba şiş gördün, öz tərəfindəki şiş sevdi. Tərəfindəsin, səni. Yox, ora qədər sevdi də bəsdir. Ora qədər sevdi bəsdir, axı da belə qeyb yoxdur. Buradan belə bir yoxdur, heç durmamsa, qabağındakini yığışdırmamsa, içirsən. Mən yemirəm, mən bir dənə çay içirəm. Bir dur ki, gəlim üstündən oturum eləyim, silim. Üstünə niyə otursan? Deyir, silə, başdan ayağa çıxıb, ayaqdan da başa gəl. Nə yiyəsiyik axşama? Xəngələş nə gedərik də? Eldənizə biraz təbin baboş. Bir dəqiqə. Çox sağ ol. Əzimli. Çox sağ ol. Görün şimdi. Məmmədov çox sağ ol. Var olun. Yaxşı söz yazanların, gözəl söz deyənlərin Allah Taala'dan arzu. Mənlə təmizlik şirkəti əlaqə saxlasın da. Allah Taala hamınızın
yollarınızı, qapılarınızı açıq eləsin, işıqlı açıq eləsin. Təmizlik şirkəti əlaqə saxlasın. 31 günü buradan dişim qoyulacaq. Gəlsin 2 nəfər